Bugün Azərbaycan xalqı ümumi lider Heydər Əliyevin anım gününü dərin ehtiramla yad edir. Heydər Əliyev müasir dövlətçiliyimizin memarı, milli kimliyimizin və müstəqil Azərbaycanın ideya müəllifi kimi tariximizdə xüsusi yer tutur. O, Azərbaycan dövlətinin müstəqilliyini həyatının mənası hesab edir, bunu açıq şəkildə belə ifadə edirdi. Mənim üçün bunu bilin, mən sizə deyirəm, öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədiyyət etməkdir. Heydər Əliyev mədəniyyətin bir millətin varlığı və müqəddəs yaddaşı olduğunu vurğulayaraq, bu sahəni həmişə ən yüksək dəyərlərdən biri kimi qiymətləndirirdi. İncəsənət xadimləri, incəsənət sahəsində çalışan adamlar böyük fədakar adamlardılar. Onların həyatı bəzən görürsən ki, səhnədə baxırsan, necə xoşbəxt adamdır, gözəldir, gökçəkdir, oxuyur, oynayır, nə bilim, çox şəndir. Ancaq səhnənin arxasında onun həyatı necədir? Onu çox adamlar bilmirlər, təsəvvür edə bilmirlər. Onun musiqiyə sevgisi isə hər kəsə məlum idi. Küçələrə su səpmişəm ifası Ulu Öndərin sənətə olan səmimi münasibətinin ən canlı nümunələrindən biridir. Küçələrə su səpmişəm, küçələrə su səpmişəm, yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Elə gəlsin, elə getsin, elə gəlsin, elə getsin, aramızda söz olmasın, aramızda söz olmasın. Ulu Öndər üçün gənclər ölkənin gələcəyi idi. Onlara olan inamını daima vurğulayırdı və gənclərin Azərbaycanın inkişafında aparıcı rol oynayacağına inanırdı. Siz, əziz gənclər, müstəqil Azərbaycan Respublikasının nə qədər çətinliklə başa gəldiyini dərk edərək, müstəqil Azərbaycan Respublikasının gələcəyini qoruyub saxlayacaqsınız. Heydər Əliyev həm də mətbuatın cəmiyyətdəki rolunu yüksək qiymətləndirən bir lider idi. O, jurnalistikanın əhəmiyyətini belə vurğulayırdı. Təbiidir ki, indi Azərbaycanda mətbuat da çoxdur, orada çalışan insanlar da çoxdur, jurnalistlər də çoxdur. Bu, indi bütün peşələrdən daha da hörmətli bir peşə olubdur. Azərbaycanın müstəqilliyi və azadlığı onun nitqlərində xüsusi yer tutur. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik, biz heç kəsdən asılı deyilik. Və əlbəttə, onun xalqına olan sevgisini bir cümlə ilə ifadə edən sözləri hər birimizin qəlbində yaşayır. Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam.